Axşamınız xeyir, necəsiniz dostlar? Deməli, bir çox xəbər səhifələrində oxudum. Vəfa Şərifova Yıldız Tilbey ilə duet oxuması üçün maşınını satışa çıxardıb. Sözün düzü, mən Vəfa Şərifovanın duet üçün maşın satmasına inanmıram. Bəli, sənətinə, geyimlərinə, kliplərinə pul xərcləyən qızdır. Hətta işlədiyi komandanın da pulunu heç vaxtı əsirgəməz. Bunu mən yaxın ətrafdakı dostlarımızdan da eşitmişəm. Elə heç özüm də az görməmişəm. Elə Sərdar Ortaçla da deməli ərsəyə gətirdiyi proyektdə də heç az vəsait xərcləməmişdi. Amma maşın satarmı bir Yıldız Tilbe dueti üçün? Biraz inanmıram. Elə pulunu yığıb ödəyər. Bu mənim fikrimdir. Yanıla da bilərəm. Amma mən bilirsiniz nəyin arzusundayam. Ən gözəl sənətkarları bizim Azərbaycanımız yetişdirib. Bizim torpaqlarımız yetişdirib. Ən gözəl bəstəkarlar, ən gözəl dahi sənətkarlar, ən gözəl səslər belə Azərbaycanda yetişib. Elə yeni bizim ən belə gənclərimizdən Elnuru götürsək, o səs Türkiyədə. Ayağa qalxmışlar türklər. Yəni bizdə gözəl səslər yetişib, yetişir və yetişəcək də. Ən böyük arzum odur ki, bir gün dünyada bizim ifaçılarımızla oxumaq üçün pul ödəsinlər. Hələ ki biz bütün ölkələri dəyərləndiririk. Məsələn, kimsə konsertinə rəqqaslar çağırır, ödənişi nedir? Kimsə hansısa ölkədə mahnını aranjirovka etdirir, ora pul ödəyir. Nə bilim, hansısa bir mahnını oxumaq üçün icazə alır, pul ödəyir. Çox istəyərdim ki, biz də bir gün deyək ki, bizim filan müğənniyə bu qədər pul ödəyib, filan müğənni duet oxudu.